Здравствуйте, дорогие родители, дорогие ученики! Добро пожаловать на наш канал Уроки русского языка. Надеюсь, у вас все хорошо. Мы с вами продолжаем наши уроки из 2 класса новой версии и будем сейчас смотреть урок 8. Я делаю, я понимаю. Salam əziz valideynlər, əziz tələbələr, xoş gəlmisiniz kanalımıza. Rus dili dərsləri. Ümidvaram sizdə hər şey yaxşıdır. Biz sizinlə dərslərimizə davam edirik. İndi sizinlə 2-ci sinifin yeni versiyasının 8-ci dərsinə baxacağıq. Mən eləyirəm, mən başa düşürəm. Burada 2 dənə ifadələr var, feillər var, cümlə formasında. Mən nə isə edə bilirəm və yaxud da mən səni başa düşürəm. Bunları da uşaqlar bilsinlər. Yəni, я делаю, mən edirəm, я понимаю, mən başa düşürəm. Первое задание – ответьте на вопросы по картинкам. Birinci şəklimiz, burada 2 şəkil var və burada tapşırığımız şəkil üzrədir. Suallara cavab veririk. Кого вы видите на картинках? Deyir, siz şəkildə kimi görürsünüz? Видим мальчика и девочку. Мальчик танцор, oğlan rəqqasdır. Qız balerina, o da rəqs edir əslində, o da adi rəqs edir. Biraz ayağındakilər əslində baletdə belə geyinmirlər. No, qız da ki olsun tanцовщица, o da rəqqasə qız. Что делает мальчик? Oğlan nə edir? Мальчик танцует. Танцует, rəqs edir. Мальчик танцует. Что делает девочка? Qız nə edir? Девочка тоже танцует. Qız da rəqs edir. Девочка танцует, мальчик танцует. Чем вы любите заниматься? Siz nə ilə məşğul olmağı sevirsiniz? Burada uşaqlar özləri deyəcəklər. Я люблю заниматься спортом. Я люблю заниматься музыкой. Я люблю заниматься шахматами. Я люблю заниматься гимнастикой. Burada я люблю заниматься və hansı nə ilə məşğul olmağı sevirlərsə onu uşaqlar deyəcəklər, istifadə edəcəklər. Tak, ikinci tapşırığımız internetdə ələm olmadığı üçün bu demək dinləmələr müəllimə ilə və yaxud da mümkün olsa hardasa olsalar o səslər, onları dinləyib təkrar etmək lazımdır. İkinci tapşırığını hələ ki edə bilmirik. Задание 3. Укажите картинки, название которых отвечает на вопрос «кто». Biz burada kim sualına cavab verəcək sözləri deməliyik, göstərməliyik. Görürük burada canlı 2 dənə heyvan var. Rus dilində canlılar, heyvanlar da kim sualına cavab verirlər. Кто? Медведь. Bu heyvandır. Медведь. Кто? Лев. Лев şirdir. Лев, медведь. Bunlardır yalnız. Теперь повторите диалоги вслед за учителем и составьте новые по образцам. Yəni, dialoqları oxuyuruq. Biz də dialoq qururuq, siz də əlavə buna oxşar dialoq qurursunuz. Samira, ты любишь музыку? Samira, sən musiqini sevirsən? Da, Samir, я люблю петь песни. Bəli, Samir, mən mahnı oxumağı sevirəm. Как интересно, а я люблю рисовать. Necə maraqlıdır. Mən isə şəkil çəkməyi sevirəm. Молодец, Samir, удачи тебе. Aferin, Samir, sənə uğurlar. Спасибо, тебе тоже. Çox sağ ol, sənə də. Burada çox gözəl yəni ifadələr var. Как интересно, удачи, молодец. İkinci dialoqa baxaq. Akif, у тебя новый фотоаппарат? Akif, sənin yeni fotoaparatın var. Da, Akifа, это фотоаппарат папы. Bəli, Akif, bu fotoaparat atamındır. Он научил меня фотографировать. O məni şəkil çəkməyə öyrədib. А я хожу на танцы. Mən isə rəqsə gedirəm. А вот я танцевать не умею. Rəqs eləmək isə mən bacarmıram. Buna oxşar dialoqlar da qurursunuz. Задание 5. Укажите картинки, название которых можно заменить словом «они». Burada «они». Составьте с nimi предложение. Burada «они» sözü. «Они» onlar deməkdir. Yəni, cəmdəki olan sözləri götürüb istifadə eləyəcəyik. Onları əvəz eləyə biləcəyik və onlarla cümlə qurmalıyıq. Burada görürsünüz, uşaqlar deyə bilərik. Дети, они. Burada deyə bilərik tələbələr. Ученики, misal üçün. Və yaxud da şkolniki. Bunlar da cəmdir, bunlar da cəmdir. Bu sözlərlə ani sözünü əvəz etmək olar. Cəm şəkili çox vaxtı cəm şəkilçisi i və ı hərflərlə bitir. Daha çox. Ən çox, bəzən istisnalar da ola bilir. И запишите элементы буквы Z və Z hərfini keçirik. Z hərfini yazırsınız böyük və balaca. Bu qədər bu dərsimiz. Gələn dərsdə görüşərik. Sağ olun. До свидания. Увидимся на следующем уроке. Всем пока.